Düzdür, imamın zuhuru bizim əlimizdə deyil. İmam nə vaxt zuhur eləyəcək, onu Allah bilir. Amma bir məsələ var. İmamın zuhuru bizim əlimizdə deyil. Amma imamla görüşmək bizim əlimizdədir. Mərəşi Nəcəfin də əlində deyildi. Heç zuhuru görmədən dünyasını dəyişdi. Amma imamın özü ilə görüşüb dünyasını dəyişdi. Və hər bir müminin, hər bir inanclı insanın haqqıdır ki, imamla yaxından münasibət qura bilsin. Və bu da insan özündən asılıdır. Bu artıq ilahi təqdirat deyil. İlahi təqdirat yalnız imamın zuhuruna aiddir. İmamın görüşünə isə hər kəs üçün qapı açıqdır. Kim gəlsə imam gözləyir. ترانه عشق بهانه عشق تو میراث جاودانه عشق زدید نهاد امیر جهان به دور تو گردم امام زمان